Salam əziz şagirdlər. Ümid edirəm yaxşısınız, dərsləriniz yaxşıdır. Bugün biz sizlərlə 6-cı sinif riyaziyyat dərsliyindən səhifə 26-da olan ümumiləşdirici tapşırıqların izahlarına baxacağıq. Birlikdə başlayaq. Uşaqlar, bilirsiniz ki, ümumiləşdirici tapşırıqlar bu bölmədə olan mövzuların təkrarına aid tapşırıqlardır. Sizə tövsiyəm budur ki, tapşırıqları əvvəlcə qaydalarımızı yadınıza salaraq, mən sizə qayda dəftərində qaydalar demişəm, yazmışsınız videolarımızda. Həmin qaydalardan istifadə edərək tapşırıqları özünüz yazmağa çalışın. Harada çətinliyiniz olsa, orada videonu izləməyə davam edə bilərsiniz. Amma yəni mən həmişə deyirəm, yenə də deyirəm, mən istəmirəm ki, sizlər videodan hazır tapşırıqları heç nə başa düşmədən, mövzunu başa düşmədən hazır cavabları köçürdəsiniz. Belə olmasın. Gəlin başlayaq, birlikdə öyrənək. Məqsədimiz öyrənmək olsun, yəni ki. Ümumiləşdirici tapşırıqlarda birinci tapşırıqdan başlayaq. Birinci tapşırıqdan gəlin başlayaq. Deyir ki, boş xanaya uyğun ədədi müəyyən edin. 32 bərabərdir 2-nin hər hansısa bir qüvvətinə. Bunu tapmaq qaydasını yadımıza salaq uşaqlar. 2-nin qüvvətlərindən söhbət getdiyi üçün 2-ləri bir-birinə vururam. 2-ni vururam 2-yə 4. Aldığım cavabı bir dəfə də vururam 2-yə. Nə vaxta qədər vuracam aldığım cavabı 2-yə? 32 alınana qədər. 8-i vururam 2-yə 16. 16-nı vururam 2-yə, cavabımız oldu 32. Baxın, artıq 32 hazırdır. Bəs 32 2-nin hansı qüvvətidir bilmək üçün burada gördüyüm 2-lərin sayını bilməliyəm. Baxın, 3, 4, 5 dənə 2 var. Deməli, 32 bərabərdir 2-nin 5-ci qüvvəti. Yəni, 2-ni 5 dəfə öz-özünə vuranda 32 edir. Bunu, uşaqlar, siz əzbərdə yadda saxlaya bilərsiniz. Hesablama qaydası da budur. Deməli, bura neçə yazıram? 5. Keçək B variantına. B variantını artıq özünüz yazmağa çalışırsınız. Əgər bilməsəniz, videonu izləməyə davam edə bilərsiniz. B variantında 729 bərabərdir 27-nin hər hansısa bir qüvvəti. 27-ni vururam 27-yə. Bərabərdir. Uşaqlar, 27-ni 27-yə vuranda sütunlu alt-alta yazıb vura bilərsiniz. Cavabımız 729 edəcək. 729 alındı. Deməli, mən burada neçə dənə 27 görürəm? 1, 2 dənə. Deməli, 729 bərabərdir 27-nin kvadratı və yaxud da ki, 27-nin ikinci dərəcədən qüvvəti deyə bilərik buna. Keçək C variantına. C variantında 1024 bərabərdir 4-ün hər hansısa bir qüvvəti. Başlayıq. 4-ün qüvvətlərindən söhbət getdiyi üçün 4 vurulsun 4. 16. 16-nı bir dəfə də vururam 4-ə. 64. 64-ü 4-ə vuracaq. 256. 256-nı da 4-ə vururam. Artıq cavabımız 1024 edəcək. Deməli, 1024 alındı. Cavabımız hazırdır. Onda 4-ləri sayaq. Çünki 4-lərin qüvvətindən söhbət gedir. 1, 2, 3, 4, 5. Cavabımız hazır. 1024 bərabərdir 4-ün 5-ci dərəcədən qüvvətinə. 4 üstü 5 də deyə bilərik buna. Saydıq 5 dənə 4 var. Burada keçək C variantını, daha doğrusu D variantını uşaqlar. D variantını yazaq. 125 bərabərdir 5-in hər hansısa bir qüvvəti. 5-ləri götürürəm, vururam bir-birinə 25. 25-i bir dəfə də 5-ə vursam 125 alındı. İndi 5-ləri sayıram. 1, 2, 3. Deməli, 125 bərabərdir 5-in kubu və yaxud da ki, 5-in 3-cü dərəcədən qüvvəti deyə bilərik buna. Bura yazdım 3. Keçək E variantına. E variantında baxaq, söhbət nədən gedir? 7776 6-nın hər hansısa bir qüvvətidir. 6-nı vururam 6-ya. 36. 36-nı vururam 6-ya. 216 edəcək. 216-nı vuraq 6-ya. Uşaqlar, neçə eləyək? 6 dəfə 6, 36. 3 yadda 9, 6 dəfə 2, 12. Görürsünüz, hələ də 7766 alınmayıb. 1296-nı da 6-ya vururam.
Neçə eləyəcək? 6 dəfə 6 36. 3 yadda 6 və 9 54. 3 yadda 57. 5 yadda 12 17. 1 yadda 7. Gördünüz? 7776 alındı. 6-nın neçənci qüvvətidir? 1, 2, 3, 4, 5 dənə 6 görürəm. Deməli, ədəd neçə idi bizdə? 7776 bərabərdir 6-nın 5-ci dərəcədən qüvvətini. 6-nı 5 dəfə özü-özünə vuranda eləyir neçə? 7776 xananın yerinə yazdıq 5. Bu birinci tapşırığımız. Keçək ikinci tapşırığa. İkinci tapşırıqda A variantına baxaq. Nə deyir? İkinci tapşırığa baxaq. Müqayisə edin deyir. Ədədlərin qüvvətləri verilib, cavabları tapıb müqayisə etməliyik. Gəlin yazaq. 6-nın kubu və 5 üstü 4. Və sözünü yazmıram, artıq ora işarə yazacaq. Uşaqlar, 6-nın kubu nə deməkdir? Artıq əzbər bilməlisiniz. 6 vurulsun 6 vurulsun 6 deməkdir. Bəs 5 üstü 4, 5 vurulsun 5 vurulsun 5, bir dənə də 5. Burada cavabımız eləyir 216. Burada cavabımız eləyir 625. 5-i 4 dəfə öz-özünə vuranda eləyəcək 625. 216 625-dən təbii ki, kiçikdir. Bu formada. Keçək B variantına. Deməli, birincidə kiçikdir işarəsi oldu. Bunu da yazaq. Keçək B variantına. 9-un kvadratı və sözünü yenə yazmıram. 3 üstü 4. Uşaqlar, 9-un kvadratı 9 vurulsun 9 deməkdir. Hər dəfə bu formada açıq yazmaq məcburiyyətində deyilsiniz. Mən izah üçün geniş yazıram. 3 üstü 4, 3-ü 4 dəfə özü-özünə vurmaq deməkdir uşaqlar. 9-u 9-a vuranda 81 edir. 3-ü 4 dəfə özü-özünə vuranda 81 edir. Deməli, burada 81 bərabərdir 81 olacaq. Keçək C variantına. C variantında baxaq nə deyir? 5 üstü 4 və 25-in kvadratı. 25-in kvadratı. 5 üstü 4, 5 vurulsun 5, 5 və 5. Burada isə 25 vurulsun 25 deməkdir uşaqlar. 5-i 4 dəfə öz-özünə vuranda 625 edəcək. 25-i 25-ə vuranda da 625 edir. Deməli, yenə də bərabərlik işarəsini qoymalıyıq. Bərabərdir. Keçək D variantına. D variantında 10-un kubu və 31-in kvadratı ədədlərindən, qüvvətlərindən söhbət gedir. 10-un kubu 10 vurulsun 10 vurulsun 10-dur. 31-in kvadratı 31 vurulsun 31 vurulsun 31 olacaq. Onu 3 dəfə öz-özünə vursaq eləyəcək 1000. Uşaqlar, 31-in 3 dəfə öz-özünə vuranda uşaqlar 29791 edir. Vaxtımız yetməsin deyə mən vurdum uşaqlar bunu. Aha. 1000 əlbəttə ki 29791-dən kiçik olacaq. D variantında işarəmiz olacaq kiçikdir. Keçək E variantına. E variantında uşaqlar 2 üstü 7 və 7-nin kubundan söhbət gedir. 7-nin kubu. 2 üstü 7, 2-ni 7 dəfə öz-özünə vurmaq deməkdir. 4, 5, 6, 7. 7-nin kubu 7-ni 3 dəfə öz-özünə vururam. Uşaqlar, 2 üstü 7 128 edir. 7-nin kubu isə 343-dür. Deməli, bu ədəddən nə olacaq? Kiçik olacaq. E variantında kiçikdir işarəsi qoyduq. Keçirik. F variantına ikinci tapşırığın sonuncu variantı 8-in kubu və 3 üstü 6. 8-in kubu 8 vurulsun 8 vurulsun 8. 3 üstü 6. 3 vurulsun 3 vurulsun 3 vurulsun 3 6 dənə. Bəli, 6 dənə yazdıq. Uşaqlar, 8-i 3 dəfə öz-özünə vuranda 512 edir. 3 üstü 6-nı tapmaq üçün baxın uşaqlar, bura 27 eləyir. Burada 27 eləyir. Bayaq da yazmışdıq. 27-ni 27-yə vuranda 729 edəcək. 512 729-dan kiçikdir. İkinci tapşırıq bu qədər. Keçək üçüncü tapşırığa. Üçüncü tapşırığa baxaq. A variantı. Boş xanaya uyğun ədədi tapın. Yəni biz 1 plus 2-nin kvadratı, plus 2-nin kubu, plus 2 üstü 4, plus 2 üstü 5, plus 2 üstü 6 qüvvətləri hesablayıb, toplayıb
Sonra alınan cavab neçədirsə, həmin ədəd hansı ədədin kubudur, hansı ədədin 3-cü dərəcədən qüvvətidir, onu tapmalıyıq uşaqlar. Gəlin yazaq. Götürdüm bura hesablayım. Ya da birbaşa cavablarını yazacağım uşaqlar. Baxın, 1 plus yazıblar, düzdür. 1 plus. 2'nin kvadratı nədir? 2 vurulsun 2'dir, 4. Plus. 2'nin kubu. 2'ni 3 dəfə öz-özünə vursam 8. Plus uşaqlar. 2 üstü 4 yazıblar, hə? Baxın, 2 üstü 3 8 eləyirsə, 8-i bir dəfə də 2'yə vursam 16 edəcək. Plus. 2 üstü 5, 16'nı bir dəfə də 2'yə vursam 32. Plus 2 üstü 6 da 64 edəcək. 32'ni bir dəfə də 2'yə vurdum. Bərabərdir. Toplama əməlini yerinə yetir. 1 ilə 4 5, 5 ilə 8 13, 13 ilə 16 29, 29 ilə 32 neçə eləyəcək? 29 32 51, 29 61. 61 edəcək, plus 64 bərabərdir. 1 ilə 4 5, 6 ilə 6 12. Deməli, cavabımız oldu 125. Uşaqlar, 125 hansı ədədin kubudur bilmək üçün 125 hansı ədədin kubudur bilmək üçün artıq bilirik də bunu düzdür. 5'i 3 dəfə öz-özünə vursaq 125 edir. Yəni 5'in kubudur. Baxın, bu cavab 5'in kubuna bərabərdir. Deməli, boşluğun yerinə 5 yazmalıyam. 5'in kubu. Keçirik B variantına. 3'ün kubu plus 4'ün kubu. Yaxşı, qoy götürdüm bura. 3'ün kubu plus 4'ün kubu plus 5'in kubu bərabərdir. 3'ün kubu 27 edir. 4'ün kubu 64 edir. 3 dəfə öz-özünə vurursunuz. Plus 5'in kubu da 5 vurulsun 5 vurulsun 5 deməkdir. Yəni 125 bərabərdir. Toplama əməlini yerinə yetirsəm cavabımız eləyəcək 216. 216 hansı ədədin kubudur uşaqlar? 216 bərabərdir 6'nın kubu. 6'nı 3 dəfə öz-özünə vursaq 216 edir. Deməli, buraya yazmalıyam 6'nın kubu. Keçirik C variantına. C variantını köçürək buraya. 2 üstü 6 plus 3 üstü 5 plus 6'nın kvadratı. Bərabərdir. 2 üstü 6. 2'ni 6 dəfə öz-özünə vuranda 64 plus 3 üstü 5 243 edir. 3'ü 5 dəfə öz-özünə vurdum. Plus 6'nın da kvadratı 36 bərabərdir. Toplama əməlini yerinə yetirək. Aşağıya bərabərlik keçməyə ehtiyac yoxdur. Ora yerləşəcək. Asan formada toplamaya baxaq uşaqlar, əlverişli üsulla 64 ilə 36'nı toplayıram, eləyir 100. 100'ün də üstünə 243 gəlsəm 343 edir. 343 bərabərdir 7'nin kubu. Uşaqlar, 1-dən 10'a qədər ədədlərin kublarını əzbər bilməyiniz yaxşı olar. Deməli, 7'ni 3 dəfə öz-özünə vuranda 343 edir. Bura olacaq 7. Keçək 4-cü tapşırığa. 4-cü tapşırığın A variantı. Burada da ifadənin qiymətini tap deyir, düzdür. Deməli, hər birini hesablamalıyıq. Gəlin yazaq. 2 üstü 4 vurulsun 3'ün kvadratı. Bərabərdir. 2 üstü 4 nə deməkdir uşaqlar? 2'ni 4 dəfə öz-özünə vurursunuz. Eləyəcək 16. 3'ün kvadratı 9. 16'ı 9'a vuranda 144. Uşaqlar, qüvvət hesablama qaydalarını mən sizə bir dəfə də yadınıza salım ki, ifadə veriləndə əgər mötərizə yoxdursa, birinci qüvvətə yüksəltmə əməli yerinə yetirilir. Sonra digər əməllər, vurma varsa vurma, bölmə, toplama, çıxma. Yəni mən burada 2'ni 3'ə vura bilmərəm. Əvvəlcə 2 üstü 4'ü tapmalıyam, 16, 3'ün kvadratını tapmalıyam, 9. Ondan sonra 16'nı 9'a vurmaq olar, cavabımız eləyəcək 144. Keçək B variantına. 100'ün kvadratı bölünsün 5'in kubu. Bərabərdir. 100'ün kvadratı uşaqlar 100 vurulsun 100 deməkdir. 10.000 eləyir. Bölünsün 5'in kubu, 5'i 3 dəfə öz-özünə vururam. 125 bərabərdir. Asan hesablama qaydasına baxın uşaqlar. Mini 125'ə böləndə 8 eləyir. Elə əzbərdə yadda saxlaya bilərsiniz. Axırda bir dənə sıfırımız qalıb. Bunu da yazıram yanına. Cavabımız eləyəcək 80. C variantına baxaq. 3 üstü 4 plus 6'nın kubu bərabərdir. 3 üstü 4. 3'ü 4 dəfə öz-özünə vurursunuz. 81.
6'nın kubu, 6'nı 3 dəfə özü-özünə vurursunuz. 216 bərabərdir. 81 ilə 216-nı da toplasaq, cavabımız 297 edəcək. Buradan yazaq 297 oldu cavabımız. Keçək C, daha doğrusu D variantına. D variantında nə yazıblar? 7'nin kubu çıxılsın 2 üstü 5. Əvvəlcə nə eləyirik? Qüvvətə yüksəltmə əməlini yerinə yetiririk uşaqlar. 7'nin kubu eləyəcək 343. 7'ni 3 dəfə öz-özünə vururam. 2 üstü 5, 2'ni 5 dəfə öz-özünə vursam 32 edəcək, bərabərdir. 3'dən 2 çıxıram 1, 4'dən 3 çıxıram 1, 3'ü də yazdım bura. Cavabımız eləyəcək 311. 311. Keçək E variantına. Buradan yazaq. Aha. E variantında artıq mötərizə var. 3 üstü 5 çıxılsın. Gəlin biraz kənardan yazaq, yerləşsin də uşaqlar. Buradan yazaq E variantını. Mötərizə 3 üstü 5 çıxılsın 2 üstü 5 çıxılsın 1 bölünsün 3 plus 1 üstü 5. Baxın, ardıcıllığı deyirəm uşaqlar. Əvvəlcə mötərizə varsa, mötərizənin içindəki əməlləri yerinə yetirməliyik. Mötərizənin içində də qüvvətə yüksəltmə əməli var. 3'ü 5 dəfə özü-özünə vuranda 243 edir. 2'ni 5 dəfə özü-özünə vuranda 32 edir. Bu da 1 bölünsün 3 plus 1 üstü 5 uşaqlar. 1'i 5 dəfə öz-özünə vuranda 1 eləyəcək, bərabərdir. 1'i neçə dəfə öz-özünə vursan yenə də elə özü alınacaq. İndi mötərizənin içi 243-dən 32 çıxanda neçə qalar uşaqlar? 211. 1 də çıxsam 210. 210 bölünsün 3 plus 1 bərabərdir. 210-u 3'ə böləndə 70 edir. Üstünə də 1 gəlsəm 71. Cavabımız eləyəcək 71. Keçək hansı varianta? F variantına. Videonu dayandırıb əvvəlcə özünüz yazırsınız uşaqlar. 6'nın kubu plus 6'nın kvadratı bölünsün 6 çıxılsın 5'in kvadratı. Əvvəlcə mötərizənin içərisində qüvvətə yüksəltmə əməlləri. 6'nın kubu 216. 6'nın kvadratı 36 bölünsün 6 çıxılsın. Uşaqlar 5'in kvadratı nə deməkdir bəs? 5'in kvadratı 5'i 2 dəfə öz-özünə vururam 25 bərabərdir. 216, 36 toplasam neçə eləyəcək uşaqlar? Baxaq, 6 ilə 6, 12, 2 yazır. Bir yadda 5, bu da 2. 252 bölünsün 6 çıx 25 bərabərdir. 252-ni 6'ya bölsək 42 edəcək. 42'dən də 25'i çıxıram. Bərabərdir 17. Düz çıxdıq. Bəli, cavabımız eləyəcək 17 burada. F variantında. Keçək G variantına. C variantında nə yazır? Yenə də mötərizə var. 9'un kvadratı çıxılsın 1 kvadrat bölünsün 1000 sonra çıxılsın 2,4 bərabərdir. Deməli uşaqlar, mötərizənin içinə baxıram. 9'un kvadratı neçə eləyir? 81. Çıxılsın 1 sonra kvadrat. 81'dən 1 çıxıb sonra aldığımız cavabı kvadrata yüksəltməliyik. Bölünsün 1000 çıxılsın 2,4 bərabərdir. 81'dən 1 çıxanda 80 qalır. Baxın bu formada olur. 80'in kvadratı bölünsün 1000 çıxılsın 2,4 bərabərdir. Uşaqlar 80'in kvadratı 80 vurulsun 80 deməkdir. Neçə eləyir? 6400. 2 dəfə öz-özünə vurdum. Bölünsün 1000 çıxılsın 2'də. Biraz uzun yazıram düzdür, amma sizin üçün tam aydın olsun deyə belə geniş yazıram. 6400'ü 1000'ə böləndə uşaqlar, baxın 1000'də 3 dənə 0 var. Böləndə bu 2 dənə 0 gedir. 64'ü də 10'a böləndə 6,4 eləyəcək. Çıxılsın 2,4 bərabərdir. Əgər bilməyənlər üçün bu formada çıxıb göstərirəm. Baxın 2,4. 4'dən 4 çıxırıq 0. 6'dan 2 çıxırıq 4. Vergüldən sonraki 0'ı silə də bilərik. Ona görə də cavabımız elə sadəcə 4 eləyəcək. 4. C variantında cavabımız oldu 4. Buradan yerləşdirək. H variantına keçək. 4-cü tapşırığın sonuncu variantı. H variantında 1000 bölünsün 2'nin kubu bölünsün 25 plus 2,2'də 1 bərabərdir. 1000
bölünsün. 2-nin kubu 8 edəcək. Bölünsün 25 plus. Bunu da onluq cəsur şəklində yazıram uşaqlar. 2 tam onda 5 deməkdir. 1 2-yə böləndə 0 tam onda 5 eləyir axı. 2-nin də üstünə gəlsə 2 tam onda 5 bərabərdir. 1000-i 8-ə böləndə uşaqlar 125 edir. 125-i də 5-ə bölsəm eləyəcək 5. Plus 2 tam onda 5 bərabərdir. Baxın uşaqlar, 5-in yanında görünməyən bir 0 var, vergül var. Plus 2 tam onda 5. Baxın bu formada toplayırsınız. Burada 5, vergül və 7. Cavabımız eləyəcək 7 tam onda 5. Bunları silək buradan. 7 tam onda 5. 7 tam onda 5 elədi sonuncu variantda cavabımız. 2 tam 2-də 1 formasında da saxlaya bilərsiniz uşaqlar. Onda da toplayanda 7 tam 2-də 1 eləyəcəkdir. Onluq cəsrə də çevirmək olar. Keçək 5-ci tapşırığa. Nə deyir? Ədədlərin sadə vuruqlara ayrılışını 2 üsulla yazın. Uşaqlar, biz sadə vuruqlara ayrılışı 2 üsulla keçmişdik. Birincisi vuruqlar ağacı. Bir də şaquli xətt çəkib yazırdıq. İndi mən yazdıqca sizin yadınıza düşəcək. Deməli, birincidə 20 ədədini sadə vuruqlarına ayırıram. Yəni 5-ci tapşırığa baxırıq. 20-ni sadə vuruqlarına əvvəlcə xəttlə ayırıram. 2-yə bölürəm 10, 2-yə bölürəm 5, 5-ə bölürəm 1. Bu birinci üsul. İkinci üsul vuruqlar ağacıdır. Yadınızdadır uşaqlar. 20-ni 2 dənə vuruğun hasili şəklində göstərirəm. 4 vurulsun 5 kimi yazıram. 5 sadə ədəddir. Ona dəymirəm. Sadə vuruqdur. 4-ü ayırıram. 2 vurulsun 2 kimi. Gördünüz? Baxın, sadə vuruqlar. 2, 2, 5. Burada da 2, 2, 5. 2 üsulundan ayırdıq. Yəni 20 bərabərdir 2 vurulsun 2 vurulsun 5. Qüvvət kimi yazsanız 2-nin kvadratı vurulsun 5 üstü 1 kimi də yaza bilərsiniz. Keçək 32-yə. 32 ədədini sadə vuruqlarına ayırmaq üçün əvvəlcə şaquli xətt çəkdim. 2-yə bölürəm 16, 2-yə bölürəm 8, 2-yə böldüm 4, 2-yə böldüm 2, 2-yə böldüm 1. Bu birinci. İkincisi vuruqlar ağacıdır. 32-ni yazıram. Necə yazaq? 16 vurulsun 2 kimi yazaq. Uşaqlar, 8 vurulsun 4 kimi də yaza bilərsiniz. O zaman 8-i də 4-ü də təzədən yenə ayırasınız. Çünki hər ikisi mürəkkəb vuruqdur. Mən belə yazdım. 2 sadədir, dəymirəm. 16-nı yazıram. 8 vurulsun 2 kimi. Yenə də 16-nı 4 vurulsun 4 də yaza bilərsiniz. İndi 2 sadədir, dəymirəm ona. 8-i ayırıram. 4 vurulsun 2 kimi. Bu 2 sadədir, dəymirəm. 4-ü ayırdım. 2 vurulsun 2 kimi. Baxın, artıq bütün sadə vuruqlar hazırdır. Əgər xətlə ayırmışamsa, baxın, hər biri 2-lərdən ibarət sadə vuruqlar. Burada da ancaq sadələri dairəyə aldım. Baxın, 5 dənə 2 var. Deməli, 32 uşaqlar. 2 vurulsun, 2 vurulsun, 2 vurulsun, 2 vurulsun 2-dir. Və yaxud da ki, 2-nin 5-ci dərəcədən qüvvətidir. Bu formada da yaza bilərsiniz. 32-ni yazdıq. Keçirik neçəyə? 40-a. 40 ədədini sadə vuruqlarını ayırıram. 2-yə böldüm 20, 2-yə böldüm 10, 2-yə böldüm 5, 5-ə böldüm 1. İndi vuruqlar ağacı 40. 20 vurulsun 2 yazıram. 8 vurulsun 5 də yazmaq olar. Necə istəyirsiniz? 4 vurulsun 10 da yazmaq olar. 20 vurulsun 2. Belə yazanda 2 sadədir. İndi 10'u 20'ni ayıracağım. 10 vurulsun 2 kimi. 10'u ayırıram. 2 vurulsun 5 kimi. Bitdi. Görürsünüz, hər biri sadədir. İndi 2, 5 və bu formada. Baxın, 3-dən 2, 1-dən də 5-dən ibarət. Deməli, 40 nəyə bərabərdir? 2 vurulsun, 2 vurulsun, 2 vurulsun 5 və yaxud da ki, 2-nin kubu vurulsun 5 üstü 1 kimi də göstərmək olar. 75. 75'i 3'e bölürəm, 25 düşür. 5'e bölürəm, 5, 5'e bölürəm 1. İndi vuruqlar ağacının köməyi ilə 75'i 25 vurulsun 3 yazıram. 25'i də 5 vurulsun 5 yazıram. İndi 3 vurulsun 5 vurulsun 5. Burada da həmçinin baxın, 3 vurulsun 5 vurulsun 5. Əlbəttə ki, cavab eyni olmalıdır. 75 bərabərdir 3 vurulsun 5 vurulsun 5 və yaxud da ki 3 üstü 1 vurulsun 5'in kvadratı kimi də göstərmək olar. 120'ye baxaq.
120 ədədini böldüm 2-yə. 60. 2-yə böldüm 30. 2-yə böldüm 15. 3-ə böldüm 5. 5-ə böldüm 1. İndi vuruqlar ağacının köməyi ilə 120-ni 60 vurulsun 2 yazıram. 60'ı yazıram 30 vurulsun 2 kimi. 30'u yazıram 15 vurulsun 2. 15'i de yazıram 3 vurulsun 5. Baxın, hər biri sadə. Baxın, görürsünüz. Eyni ilə də 120'ni xətlə ayırdıqda eyni şey alındı. Yəni 120 bərabərdir. 2 vurulsun 2 vurulsun 2 vurulsun 3 vurulsun 5. Və yaxud da ki 2'nin kubu vurulsun 3 üstü 1 vurulsun 5 üstü 1 kimi də göstərmək olar. Keçək 135 ədədinə. 135'i ayırıram sadə vuruqlarına. 3'ə bölünürmü? Bəli. Neçə düşür? 45. 3'ə bölürəm 15. 3'ə bölürəm 5. 5'ə bölürəm 1. 135'i uşaqlar. Elə 45 vurulsun 3 kimi yazmaq olar. 45'i ayırıram 9 vurulsun 5. 9'u da ayırıram 3 vurulsun 3. İndi baxaq sadə vuruqlara. Görürsünüz. 3 dənə 3, 1 dənə 5. Deməli tamamilə düzgündür. Onda yazacağım 135 bərabərdir 3 vurulsun 3 vurulsun 3 vurulsun 5. Yəni 3'ün kubu vurulsun 5 üstü 1 demək olar. 280. 280 5-ci tapşırığın sonuncu variantıdır. 280. 280 uşaqlar böldüm 2'yə. 140. Böldüm 2'yə 70. Böldüm 2'yə 35. Böldüm 5'ə 7. 7'yə bölürəm 1. 280'i bu formada ne yazsaq yaxşı olar uşaqlar? Ne yazsaq yaxşı olar? Gəlin elə 28 vur 10 yazaq. 28'i ayırıram 4 vur 7 kimi yazıram uşaqlar. Onda mürəkkəbdir axı. Onu da ayırıram 2 vurulsun 5 kimi. Baxın 2 ilə 5 ilə artıq işim yoxdur. 7 də sadədir. Qaldı bir dənə 4. 2 vurulsun 2. Bitdi. Deməli 2 vurulsun 2 vurulsun. Bir dənə də 2, 5 və 7. 3 dənə 2, 1, 7, bir də 5. Onda yazacağıq 280 bərabərdir. 2 vurulsun 2 vurulsun 2 vurulsun 5 vurulsun 7. Yəni nə? 2'nin kubu 5 üstü 1, 7 üstü 1. Baxın, müxtəlif formalarda yazdıq. 5-ci tapşırığımızda bu qədər. Keçək növbəti 6-cı tapşırığa. 6-cı tapşırıqda görək bizdən nə soruşulur? Verilən hasillərin neçə sıfırla qurtardığını şifahi tapın. Uşaqlar, biz verilən hasilin neçə sıfırla qurtardığını necə bilirdik? Deməli 2 vurulsun A variantı. 3 vurulsun 5. Hasilin, yəni 2 vurulsun 3 vurulsun 5 hasilinin neçə sıfırla qurtardığını bilmək üçün uşaqlar, buradakı biz yadınızdadırsa 2 və 5'in hasillərinə baxırdıq. Neçə dənə 2 vurulsun 5 varsa, o qədər də sıfırla qurtarır hasil. Çünki 2 dəfə 5 10 eləyir və 10 sıfırla qurtarır. Burada bir dənə 2 vurulsun 5 olduğu üçün bu hasil 1 sıfırla bitəcək. 1 sıfırla bitir. Və yaxud da ki, hesablayıb da baxa bilərsiniz. 2 dəfə 3, 6, 6 dəfə 5, 30. Amma burada hesablamağa ehtiyac yoxdur. Çünki bizə deyir ki, şifahi deyin. Şifahidə qaydası budur. İndi B variantına baxaq. Deməli, burada 1 sıfırla qutardı, altından yazıram. B variantında 2 vurulsun 3 vurulsun 5 vurulsun 5. Yenə də 2 və 5'lərin hasilini axtar. 2 vurulsun 5. Bir dənə 2 vurulsun 5 olduğu üçün 1 sıfırla qurtarır. Artıq hesablamağa ehtiyac yoxdur. Əgər lazım olsaydı bizə desəydik ki, hesablayacaqdıq. Amma ehtiyac yoxdur. Çünki deyir elə şifahi tapın. Deməli 2 və 5'lərin hasilini tapmaqla bilmək olar. Bu da 1 sıfırla bitdi. Keçək C variantına. 2 vurulsun 2 vurulsun 5 vurulsun 5 vurulsun 11. Bu hasil neçə sıfırla bitəcək uşaqlar? 2 vurulsun 5 bir dənə. 2 vurulsun 5 2 dənə. 2 dənə 2 vurulsun 5 hasil olduğu üçün 2 sıfırla bitəcək bu hasil.
2 sıfırla buradan yazdım 2. Keçirik D variantına. D variantında 2 vurulsun 5 vurulsun 10 yazıblar uşaqlar, bərabərdir. 2 vurulsun 5 vurulsun 2 vurulsun 5. Bax, onun əvəzinə 2 vurulsun 5 yazdım. Deməli 2 vurulsun 5 hasili 1 dənə və 2 dənə. Deməli bu hasil 2 sıfırla bitəcək. Mən uşaqlar 2 vurulsun 5'lər aydın görünsün deyə onu yazdım 2 vurulsun 5. Əslində belə yazmamaq da olardı. Birbaşa belə demək olardı ki 2 dəfə 5 10 edir. Ona da vuranda bu onun yanında da bir dənə sıfır var. Amma qaydanı göstərmək üçün mən sizə 2 və 5'lərin hasili aydın görünsün deyə onu sadə vuruqların hasili şəklində yazdım. Deməli burada 2 sıfırla bitdi. Keçirik E variantına. Tapşırığın sonuncu variantı. 2 vurulsun 4 vurulsun 125 vurulsun 7 bərabərdir. Yenə də 2 və 5'lərin hasili aydın görünsün deyə 2 vurulsun. Baxın bu 4'ü yazıram 2 vurulsun 2. Bu 125'i də yazacağım 5 vurulsun 5 vurulsun 5 vurulsun 7 bərabərdir. 2 və 5'lərin hasilində baxaq uşaqlar. Baxın 2 vurulsun 5. Bu 1. 2 vurulsun 5. Bu 2. 2 vurulsun 5. Bu da 3. Deməli bu hasil 3 sıfırla bitəcək. Çünki 3 dənə 2 vurulsun 5 var. Yəni bu 3 dənə 10 deməkdir. 3 dənə 10'u da öz-özünə vuranda təbii ki 3 dənə sıfırla bitəcək. Məntiqi də bundan ibarətdir. 3 sıfırla bitəcək. Keçək 7-ci tapşırığa. 7-ci tapşırıqda baxaq nə soruşur bizdən. A variantı. Deyir ki, hasilin bütün bölənlərini tapın. Hasilin neçə müxtəlif böləni olduğunu müəyyən edin. Baxın 5 vurulsun 11. Uşaqlar 2 üsulunu deyəcəm. 5'i 11'ə vurub bölənlərini tapmaq olar və yaxud da ki belə tapmaq olar uşaqlar. Biz bilirik ki bütün ədədlər 1'ə bölünür və yaxud da ki 1 bütün ədədlərin bölənidir. Deməli buradan alınan hasil 1'ə bölünür. 5'ə bölünür. Çünki vuruqda axı. Sonra 11'ə bölünür və onların cavabına bölünəcək. Cavabı bilsək də olar, bilməsək də olar. Elə 55 yazaq da 5 dəfə 11 55 edir. Baxın, bu hasilin 4 dənə böləni var. Və deyir neçə müxtəlif böləni var. Elə neçədir burada? Hər biri müxtəlifdir. 1, 5, 11, 55. 4 dənə müxtəlif böləni var. Elə bütün bölənləri də 1, 5, 11, 55'dir. Keçək B variantına. B variantında nə yazıblar? 3 vurulsun 10. İndi uşaqlar 3 dəfə 10 30 eləyir. 30'un bölənlərini yazmaq olar. 1, 2, 3, 5, 6, 15, 30 və s. düzdür. Və yaxud da ki, dediyim qaydada bunu yazaram 3 vurulsun 2 vurulsun 5. Sadə vuruqların hasil şəklində göstərdim onu. Bu hasildən alınan ədəd 1'ə bölünür. Baxın, bu 2 vuruğuna bölünür. Sonra bu 3 vuruğuna bölünür. Sonra bu 5'ə bölünür. Sonra uşaqlar baxın 3 vurulsun 2'yə. Yəni 6'ya bölünür. Sonra 2 vurulsun 5 var burada. 10'a bölünür. Sonra birdə uşaqlar baxın bu formada göstərim. 3 vurulsun 5 var ha burada. 3 vurulsun 5 yəni 15'ə də bölünür. Bir də hər birini bir-birinə vuranda da 30 eləyəcək. Baxın. Bu hasildən alınan ədəd, yəni 30'un bölənləri bunlardır. Və neçə müxtəlif böləni var? 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə müxtəlif böləni var. Keçirik C variantına. C variantında nə yazıblar? 2 vurulsun 6 bərabərdir. 2 vurulsun 6 12 eləyir. Baxın bu üsulu da gəlin deyə uşaqlar. 2 dəfə 6 12 eləyir. Deməli 12'ni bölənlərini soruşur. 12'ni bölənləri 1, 2, 3, 4, 6, 12. Belə də tapmaq olar. Və yaxud da ki cavabı tapmadan, bayaq dediyimiz kimi, baxın bu birinci üsuluydu. Birinci üsul deyək buna, çünki bunu artıq 2 üsuluna yazıram. İkinci üsulda belə olacaq. Buradan xətt çəkim qarışmasın bir-birinə. 2 vurulsun 6 var idi ha uşaqlar. Bunu yazıram 2 vurulsun 3. Yəni 6'nı 2 vurulsun 3 kimi yazdım. Bu hasildən alınan ədəd 1'ə bölünəcək. Sonra baxın bu 2'yə bölünəcək. Sonra bu 3'ə bölünəcək.
Sonra 2 vurulsun 2, yəni 4-ə. Sonra 2 vurulsun 3, 6-ya bölünəcək və bir də 12-yə bölünəcək. İndi baxın uşaqlar, burada deyir neçə müxtəlif böləni var. Yəni burada olan 2-ni 2 dəfə götürmürəm, bir dəfə götürdümsə bəsdir. Sonra 2 vurulsun 2-ni götürdük. Baxın 2 vurulsun 3, birinci ilə üçüncü 6 eləyirəm, 6-nı yazmışıq deyə tabii bir dəfə də onu yazmırıq. Neçə müxtəlif bölən görürsünüz? 1, 2, 3, 4, 6, 12, 6 dənə müxtəlif böləni var. Keçək D variantına. D variantında nə yazıblar? 5 vurulsun 13 vurulsun 3. Hər biri sadə vuruqdur. Düzdür, sadə vuruqlarına ayrılmışdır. Bu hasildən alınan ədəd hər neçə olacaqsa, həmin ədəd 1-ə bölünür mütləq. İndi buradakı vuruqlara baxıram. 5-ə bölünür, 3-ə bölünür, 13-ə bölünür. Sonra 5 dəfə 13, 65-ə bölünür. İndi biz biraz artan sıra ilə yazmadıq, eyb yoxdur, belə də olar. 13 vurulsun 3, yəni 39-a bölünür. Sonra 5 vurulsun 3, yəni 15-ə bölünür. Bir də bu ədədlərin hasilinə böləcək uşaqlar. 5 dəfə 13, 65 edəcək. 65-i də 3-ə vursaq, 65-i 3-ə vursaq, 5 yazırıq. Bir yadda 18, bir yadda 19, 195-ə bölünəcək. Buradan alınan hasil. Və yaxud da ki, dediyim kimi 5 dəfə 13, 65 eləyərsiniz, 65-i 3-ə vurarsınız, təzədən onun bölənlərini bir-bir taparsınız 195-in. Amma 195-in bölənlərini bir-bir tapmaqdansa böyük ədəddir, çətinlik çəkəcəksiniz. Elə bu formada sadə vuruqları ayrılışdan istifadə edərək tapmaq olar. Keçirəm E variantına. E variantında 2 vurulsun 33 yazıblar. Bərabərdir. 2 vurulsun 3 vurulsun 11. Sadə vuruqları ayrılmış şəkildə göstərdim. Bu hasildən alınan ədəd 1-ə bölünəcək, 2-yə bölünəcək, sadə vuruqları yazıram. 3-ə bölünəcək, 11-ə bölünəcək. Sonra 2 vurulsun 3, 6-ya, 3 vurulsun 11, 33-ə, 2 vurulsun 11, 22-yə və bunların hamısının bir-birinə hasil edən neçə eləyir? 66 eləyir. Baxın, bu formada neçə müxtəlif böləni var? 1, 2, 3, 4, 5, 6, 7, 8. Sayırıq, 8 dənə böləni var. Böyük ədəd eləyib çətinlik çəkməkdənsə bu formada sadə vuruqların istifadə etmək olar. Keçirik F variantına. F variantında nə yazıblar? 3 vurulsun 55 bərabərdir. 3 vurulsun 5 vurulsun 11. Bu hasildən alınan ədəd 1-ə bölünür, 3-ə bölünür, 5-ə bölünür, 11-ə bölünür. 3 dəfə 5, 15-ə bölünür. 5 dəfə 11, 55-ə bölünür. 3 dəfə 11, baxın, 3 dəfə 11, 33-ə bölünür. Bir də onların hasilinə. 5 dəfə 11, 55 edəcək. 55-i də 3-ə vursanız, neçə eləyir? 5 yazır, bir də 165. Bu qədər sadə. Gəlin baxaq. Deməli, bu hasildə, yəni 3 vurulsun 55 hasildən alınan ədədin neçə müxtəlif böləni var? 1, 2, 3, 4, 5, 6, 7, 8-dir burada da. F variantı və nəhayət C variantına baxaq. C variantına. C variantına nə soruşur? 4 vurulsun 6 bərabərdir. 4 dəfə 6, 24 eləyir uşaqlar. 24 yazıb çox sadə bir şəkildə bölənlərini də tapmaq olar. Çünki kiçik ədəddir də, böyük ədəd deyil. Amma gəlin qaydadan istifadə edək. 4-ü yazıram 2 vurulsun 2, 6-nı yazıram 2 vurulsun 3. Bu hasildən alınan ədəd 1-ə bölünəcək, 2-yə bölünəcək, 3-ə bölünəcək. Sonra, niyə bərabərlik qoydum ki mən burada? Aha, 3-ə bölünəcək. İndi, baxın, 2 dəfə 2, 4-ə bölünəcək. Baxın, müxtəlif bölənlərini soruşursa, uşaqlar, 2 dəfə 2, 4 elədi. Da bir də bu 2-ni 2-yə vurub 4 yazmağıma ehtiyac yoxdur. Çünki o da 4 eləyir də, biz artıq 4 bölənini yazmışıq. Baxın, bura ehtiyac yoxdur. Sonra 2 vurulsun 3-ə bölünəcək, 6. Sonra, baxın, bunlar yenə də 2 vurulsun 3, 6. Yəni, yazdıqlarımızı bir dəfə də yazmağa ehtiyac yoxdur. Bir də onların hasilinə bölünəcək. Neçə eləyir? 24. Aha, bir də uşaqlar, bu 3-ü də var axı. Baxın, 2 vurulsun 2, vurulsun 2. Bu 3-ünü bütövlükdə götürsək, 8-ə də bölünür. Sonra nə yazmaq olar? Gəlin bunları silək, bu xətləri.
Hesabladıqda onlar qarışmasın. Sonra uşaqlar baxın, bu formada 3-ünü birlikdə götürürəm. 2 dəfə 2 4, 4 dəfə 3, 12-yə də bölünür bu hasildən alınan ədəd. Başqa nə isə yazmadıq, yoxsa hamısı bitim? Hər birini yazdıq deyə düşünürəm. İndi artan sırayla da yazmaq lazımdırsa 1, 2, 3, 4, 6, 8, 12 və 24. Neçə dənə 2, 4, 6, 8 dənə müxtəlif böləni var. Müxtəlif dediyi üçün dediyim kimi 2 dəfə 2, 4-ü götürmüşəmsə bir dəfə də 4 götürməyə ehtiyac yoxdur. 3-ü götürmüşəmsə bir dəfə də 3 götürməyə ehtiyac yoxdur. Bu da C variantı. 7-ci tapşırıq bitdi. Keçək 8-ci tapşırığa. 8-ci tapşırıqda nə soruşur bizdə? Ədəd sadə vurğulara ayrılmışdır. Hərflərə uyğun ədədləri tapın. Yaxşı. Deməli uşaqlar yazıblar ki 240 bərabərdir 2 üstündə A vurulsun 3 üstündə 1 vurulsun B üstündə 1. Baxın. Bəli, bu formada yazıblar. 240 ədədinin sadə vurğularından söhbət getdiyi üçün 240-a mən özüm sadə vurğularına ayırım, görüm nə var burada. 240-ı 2-yə bölürəm. 120. 2-yə bölürəm 60. 2-yə böldüm 30. 2-yə böldüm 15. 3-ə böldüm 5. 5-ə böldüm 1. Uşaqlar, 240 bərabərdir 2 üstündə 1, 2, 3, 4. 2 üstü 4, yəni 2 vurğundan 4 dənədir. Vurulsun 3 üstündə 1-dir. Vurulsun 5 sadə vurğundan da 1 dənədir. İndi gəlin hərfləri müəyyən eləyək. A hardadır uşaqlar? A hardadır? 2-nin üzərindədir. 2-nin üzərində də 4 yazmışam. Deməli A bərabərdir 4. 3 üstü 1, burada da 3 üstü 1. Bizə lazım deyil o. Bir də uşaqlar B üstündə 1 yazıblar. Baxın B, bizdə də B neçədir? 5-dir. Deməli B də olacaq 5. A 4, B isə 5-dir. 8-in A variantında. Keçək 8-in B variantına. Buradan yazaq B variantı. B variantında söhbət nədən gedir? 340-dan. 340 bərabərdir A kvadratı vurulsun 5 üstü 1 vurulsun 17 üstü B. Yaxşı. Onda 340'ı sadə vurğularına ayırıram. 2'yə böldüm 170. 2'yə böldüm neçə 85. Düz yazıram. Bəli, 85'i 5'ə bölürəm 17, 17'yə bölürəm 1. Deməli uşaqlar, buradan yazıram. Baxın, 340 bərabərdir 2 üstündə 2. Çünki 2 vurulsun 2 də düzdür. Vurulsun 5 üstündə 1, vurulsun 17 üstündə 1'dir. İndi hərfləri müəyyənləşdirək. Deməli, A kvadratıdır. Baxın, A kvadratı hansı sadə vuruqdan 2 dənədir? 2-dən. Deməli, A 2'dir bizdə. A-nı tapdıq. 5 üstü 1, burada da 5 üstü 1. Ondan işimiz yoxdur. 17 verilib, 17 verilib. 17'nin üstündə B-dir, 17'nin üstündə 1'dir. Yəni, bir dənə 17 sadə vuruq ondan var. Deməli, B olacaq 1. Bu qədər sadə. Keçirəm B hansı? C variantına. C variantına keçək. 280. 280 bərabərdir 2 üstündə A vurulsun, B üstündə 1 vurulsun, 7 üstündə C. A, B, C hərflərini müəyyənləşdirməliyik. Əvvəlcə 280'i sadə vuruqlarına ayırmalıyıq ki, sadə vuruqlar və hər sadə vuruqdan neçə dənə olduğu aydın görünsün. 280'i 2'yə böldüm 140. 2'yə böldüm 70, 2'yə böldüm 35, 5'ə böldüm 7, 7'yə böldüm 1. Bu belə. İndi uşaqlar, buradan yazıram. 280 bərabərdir 2 sadə vuruğundan 3 ədəddir. Sayını üstünə yazıram. Vurulsun 5'dən 1 dənədir, 7'dən də 1 dənədir. İndi baxaq. Deməli, 2 üstündə A yazıblar. Baxın, bizdə 2 üstündə neçədir? 3'dür. Deməli, A bərabər olacaq 3'ə. Sonra B üstündə 1'dir, bizdə də 5 üstündə 1'dir. Düzdür uşaqlar? Deməli, B neçəymiş onda? 5. B 5'dir və 7 üstündə C yazıblar. Bizdə də 7'nin üstünə 1 yazıblar. Düzdür? C bərabərdir 1 olacaq.
A 3, B 5, C isə oldu 1. C variantında keçirik D variantına. D variantında söhbət gedir 480 ədədindən bərabərdir. A üstündə 5 vurulsun. 3 üstündə B vurulsun. C üstündə 1. 480-i sadə vuruqlarını ayırıram. 2-yə böldüm 240. 2-yə böldüm 120. 2-yə böldüm 60. 2-yə böldüm 30. 2-yə böldüm 15. 3-ə böldüm 5. 5-ə böldüm 1. Yaxşı, gəlin yazaq. 480 bərabərdir 1, 2, 3, 4, 5. 2 üstü 5 vurulsun. 3-dən 1 ədəddir. 5 sadə vuruğundan da 1 dənədir. İndi uşaqlar baxaq. A üzərinə 5 yazıblar. Düzdür? A bizdə 2-dir. Baxın. Deməli, A bərabərdir 2-yə. Özdə ikisinin də üstü təbii ki 5-dir. Keçdik 3-ə. 3 buradadır və buradadır. Burada 3-ün üstünə B yazıblar. Burada 3-ün üstünə 1 yazıblar. Deməli, P bərabərdir 1-ə. C yazıblar burada. C üstü 1. Burada da 5 üstü 1 yazıblar. Deməli, C neçədir? 5. Gördünüz, bu qədər sadədir. Sadə vuruqları ayırandan sonra tam aydın görünür. Keçək 9-cu tapşırığa. 9-cu tapşırığa keçək. Buradan yazaq elə. Aha, 9. A variantından başa. A variant verməyiblər. 1-1-2-2-dir yəni. Uşaqlar, bizdən soruşur EBOB 45-72-ni. Artıq siz özünüz bunları öyrənmisiniz, yaza biləcəksiniz. Bilmədiyiniz yerlərdə videonu izləyin. Bərabərdir. Əvvəlcə sadə vuruqlarını ayırıram. 45-i və 72-ni. EBOB tapmaq qaydası necə idi uşaqlar? Birinci addım. Verilən ədədləri sadə vuruqlarını ayıraq. 72-ni 2-yə bölürəm 36. 2-yə böldüm 18. 2-yə böldüm 9. 3-ə böldüm 3. 3-ə böldüm 1. Birinci addım. Sadə vuruqlarını ayırdım. İkinci addım. Ortaq sadə vuruqları müəyyənləşdir. Burada 3 var. Burada da 3 var. Bir dənə də 3 var. Bir dənə də 3 var. Bitdi. Başqa ortaq görmürəm. Mən siz də görmüşsünüz. Ortaqlardan sadəcə birini götürüb bir-birinə vururam. 3 dəfə 3, 9. Bitdi. Birinci də cavabımız olacaq 9. Keçirik ikincisinə. Nə soruşur bizdən uşaqlar? Əkob. Bu dəfə əkob soruşur. Əkob. 24, 32. 24, 32. Yaxşı. Verilən ədədləri sadə vuruqlarına ayırırıq yenə də. Əkob tapanda da ilk işimiz sadə vuruqlarına ayırmadır. 12, 2-yə böldüm 6. 2-yə böldüm 3, 3-ə böldüm 1. 32-ni sadə vuruqlarını ayırıram. 2-yə bölürəm 16. 2-yə bölürəm 8. 2-yə bölürəm 4. 2-yə böldüm 2. 2-yə böldüm 1. Aha. Uşaqlar, əkob tapanda verilən ədədlərdən birini götürürəm bütövlükdə. Mən 32-ni götürəcəm məsələn. 32 vurulsun. 32-də olmayan, 24-də olan hansı vuruqdur? Baxın uşaqlar, 2-lər 32-də kifayət qədər var, 5 dənədir. Deməli, 2 bizə lazım deyil. Amma 24-də olan 3, 32-də yoxdur. Götürdü, vurdu. Bərabərdir 96. 24 və 32 ədədlərinin ən kiçik ortaq bölünən neçədir uşaqlar? 96. Keçirik növbəti varianta. EBOB 32, 48. 32, 48 bərabərdir. 32 və 48 ədədlərini sadə vuruqlarına ayırıram. 16, 2-yə 8, 2, 4, 2, 2, 2, 1. 48-i böldüm 2-yə 24. 2-yə bölürəm 12. 2-yə bölürəm 6. 2-yə bölürəm 3. 3-ə bölürəm 1. Tamam. İndi isə ortaq sadə vuruqları müəyyənləşdirirəm. 2-lər ortaqdır. Baxın, ortaq 2-lərimiz çoxdur. Bitdi. Başqa ortaq mən görmürəm. Düzdür uşaqlar? Deməli, ortaq sadə vuruqlardan birini götürüb hasilini tapıram. 2 vurulsun, 2 vurulsun, 2 vurulsun, 2 bərabərdir 16. 32 və 48 ədədlərinin ən böyük ortaq böləni 16-dır. 16. Keçirik əkob.
Əköb neçə? 48, 80. 48, 80. Çox tapşırıq işləyənlər uşaqlar artıq şifahi bilirlər ki, 48 və 80-in əbobu neçədir, əkobu neçədir. Aha, amma bilməyənlər üçün gəlin birlikdə tapaq, sadə vuruqlarını ayırıb tapırıq. Əlimizdə qayda var. 48-i böldüm 2-yə. 24, 2, 12, 2, 6, 2, 3, 3, 1. 80-i ayırdım sadə vuruqlarına 2. 42. 20 düşür, 2-yə bölürəm, 10 düşür, 2-yə bölürəm, 5, 5-ə bölürəm, 1. İndi hər hansısa bir ədədin sadə vuruqlarına ayrılışını götürürəm. Məsələn, 48-i götürək. Olsun, 48, 80-də götürə bilərsiniz, fərqi yoxdur. İndi uşaqlar, 48-də 4 dənə 2 var, 80-də də 4 dənə 2 var. Deməli ki, bizə lazım deyil. Amma 80-də olan 5 sadə vuruğu 48-də yoxdur. Baxın, 48-dəki 3 elə 48-in içindədir. Ha, bu sizi çaşdırmasın. Biz sadəcə 80-ə baxırıq. 80-də olan 5 48-də yoxdur. Ona görə də 48-i bir dənə 5-ə vursam, əkobu tapmış oluram. 5 dəfə 8 44 yadda, 5 dəfə 4 24 də 24. Bu qədər sadə cavabımız eləyəcək 240. Yəni 48 və 80 ədədlərin ən kiçik ortaq bölünəni oldu necə? 240. Əbob 42, 98. 42, 98. Yaxşı, sadə vuruqlarını ayırıq. 42-ni və 98-i. 42-ni 2-yə böldüm 21. 3-ə böldüm 7, 7-yə böldüm 1. 98-i bölürəm 2-yə 49. Bölürəm 7-yə 7, 7-yə bölürəm 1. Əbob dediyi üçün ortaq sadə vuruqları müəyyənləşdirirəm. 2-lər ortaqdır. Bir də bu 7-lər ortaqdır. Başqa ortaq yoxdur. Deməli, 2 vurulsun 7 bərabərdir 14 edəcək. 42 və 98-in ən böyük ortaq böləni oldu necə? 14. Keçək növbətiyə. Əkob soruşur bu dəfə, bəli. Əkob 32, 48. 32, 48 bərabərdir. 32-ni və 48-i sadə vuruqlarını ayırıram. 2, 16, 2, 8, 2, 4, 2, 2, 2, 1. 48-i böldüm 2-yə 24. 2-yə bölürəm 12. 2-yə bölürəm uşaqlar necə? 6. 2-yə böldüm 3. 3-ə böldüm 1. Əkob dediyinə görə hər hansısa bir ədədi götürürəm. Məsələn, mən 32-ni götürəcəm. 32 vurulsun. 32-də 5 dənə 2 var, 48-də 4 dənədir. Deməli, 2 bizdə kifayət qədər var. Amma 48-də olan 3, 32-də yoxdur. Bir dənə 3-ə vurub 96-nın cavabını almamız kifayətdir. 32-yə və 48-ə bölünən ən kiçik ədəd 96-dır. Cavabımız eləyəcək necə? 96. Keçək növbəti. Artıq uşaqlar 3 ədədin əbobundan söhbət gedir. Əbob neçə? 36, 54 və 108. Aha. Sadə vuruqlarını ayıraq. 36, 54 və 108. Aha. 36-nı 2-yə böldüm 18, 2-yə böldüm 9, 3-ə böldüm 3, 3-ə böldüm 1. 54-ü 2-yə böldüm 27, 3-ə böldüm 9, 3-ə böldüm 3, 3-ə böldüm 1. 108-i 2-yə böldüm 54, 2-yə böldüm 27, 3-ə böldüm 9, 3-ə bölürəm 3, 3-ə bölürəm 1. İndi ortaq sadə vuruqları müəyyənləşdirirəm. Əbob soruşur. Baxın, bu ikilər ortaqdır, hər birində var. Baxın, 54-də başqa 2 yoxdur. Deməli, 2 götürə bilmərik. İndi 3-lər var burada görürəm. Yenə də 3 var. Bitdi. Başqa ortaq yoxdur. Deməli, yazıram. 2 vurulsun 3, vurulsun 3 bərabərdir. 2 dəfə 3 neçə eləyir? 6. 6-nı da 3-ə vursam 18. Bəli, cavabımız eləyəcək 18. Burada oldu 18. Keçirəm neçəyə? Sonuncusuna. 9-cu tapşırığın sonuncu variantı Əkob. Gəlin buradan yazaq aşağıdan. Əkob 30,
45 və neçə? 60. Bərabərdir. 3 ədəddir. 30. 45, 60. Aha, sadə vurğularını ayıraq. 32-ni 2-yə böldüm, 15. 3-ə bölürəm 5, 5-ə bölürəm 1. 45-i 3-ə böldüm, 15. 3-ə bölürəm 5, 5-ə bölürəm 1. 60-ı 2-yə bölürəm 30. 2-yə böldüm 15. 3-ə bölürəm 5, 5-ə bölürəm 1. Əkəb soruşduğuna görə uşaqlar 60 ədədini götürürəm. Hansını istəsəniz götürə bilərsiniz. 60-ı götürdük. 60-da 2 dənə 2 var. Baxıram ki, 2-lər bizdə problem deyil. Sonra 60-da 1 dənə 3 var. Baxın, bu 3-lər üçündə də var, ortaqdır. Bax, bu vara, bu 3 yoxdur 60-da. Deməli, 3-ə vurmalıyam. 5-dəki ortaqda hamısında var. Cavabımız eləyəcək 180. Gördünüz uşaqlar, bax, bu 3 dənə 3 ortaq idi. Hər birində var, hərəsində bir dənədir. Amma bu 45-dəki bu ikinci qırmızı dairəyə aldığım 3 yoxdur 60-da. Ona görə də bir dəfə 3-ə vurduq, elədi cavabımız 180. 30, 45, 60 ədədlərinin hər birinə eyni zamanda qalıqsız bölünən ədəd 180-dir. Yəni ən kiçik ədəd. Ən kiçik ədəd. Keçək 10-cu və bu səhifənin sonuncu tapşırığına. Video çox uzun olmasın deyə dayandıracağım 10-cu tapşırıqdan. Növbəti səhifəni başqa videoda izah edəcəm. 10-cu tapşırığa baxaq. A variantından yazaq. A variantında nə soruşur uşaqlar? Əbubu 20 olan 2 ədəd. Gəlin görək nə yaza bilərik uşaqlar. Əbub 2 ədəd seçməliyik ki, həmin ədədlərin əbubu olsun 20. Baxın hələ uşaqlar, bu ədədlərdən biri elə 20 ola bilər. O birisi də olsun məsələn 40. Baxın hələ 40 20-yə bölündüyü üçün əbub elə onlardan kiçiyinə bərabərdir, yəni 20-yə. Başqa birində yazaq, əbub. Yenə də ədədlərdən biri 20 olsun. O birisi də neçə olar? Məsələn, olsun elə 60. Baxın, 60 20-yə bölündüyü üçün əbub elə onlardan kiçiyinə, yəni 20-yə bərabər olacaq. Seçmə üsulundan ədədlər seçib tapa bilərsiniz. Keçək B variantına. B variantında nə soruşur? Əbubu 45 olan 3 ədəd. Gəlin baxaq, əbub. Neçə 3 dənə ədəd götürməliyik ki, həmin ədədlərin əbubu olsun 45. Aha. Yenə də bu ədədlərdən biri ən kiçiyi 45 olsun ki, uşaqlar. Elə əbub da olsun, bərabər olsun 45-ə. 45 olsun, 90 olsun ədədlərdən biri. Digər də məsələn olsun 135. Baxın, 45, 90 və 135 ədədlərinin hər biri 45-ə bölünür. Və 45 onlardan ən kiçik olduğu üçün əbub ilə bərabər olacaq neçəyə? 45-ə. Başqa nə yaza bilərəm? Əbub. Yenə də ədədlərdə biri 45 olsun. 3 dənə ədəd seçməliyəm. Sonra neçə olsun? 90-ı yenə yaza bilərik. Bir də 180 yazaq. Baxaq görək olur. Bəli, 90-da, 180-də, 45-də hər biri 45-ə bölünür. Deməli, ən böyük ortaq bölənlər olacaq 45. Keçək C variantına. Seçmə üsulundan yazır uşaqlar. Başqa da ədədlər seçib yaza bilərsiniz. Yəni, əkobu 24 olan 3 ədəd. Əkob 3 dənə ədəd seçməliyik ki, bərabər olsun 24-ə. Neçə ola bilər? Məsələn, uşaqlar 4 olar, 6 və 8. Bu ədədlərin əkobunu tapsaq 24 edəcəkmi? Bəli. 4-ə, 6-ya, 8-ə qalıqsız bölünən ən kiçik ədəd eyni zamanda təbii ki, yəni onların əkobu olacaq 24. Başqa əkob. Başqa nə yaza bilərik? Məsələn, belə yazmaq olarmı? 8, 12, 24. Bu ədədlərin də əkobu neçəyə bərabər olacaq? 24-ə. 24, 8-ə, 12-yə, 24-ə bölünən, qalıqsız bölünən ən kiçik ədəddir. Bu səhifəmizdəki tapşırıqlar bu qədər idi uşaqlar. Hər birinizə uğurlar diləyirəm. Növbəti videolarda görüşmək ümidi ilə hələlik.